Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün mayın 1-i 2022-ci ildə keçirilmiş 9-cu sinif buraxılış imtahanı suallarının izahına baxacağıq. Birinci sualda deyir ki, ABCD düzbucaqlıdır, X-i tapın. Baxın uşaqlar, bu düzbucaqlının içərisində bir dənə də düzbucaqlı üçbucaq yaradılıb. Və bu düzbucaqlı üçbucaqdan bir bucağı 30 dərəcədir, o zaman digər bucağı da olur 60 dərəcə. Düzbucaqlı olduğuna görə bütöv A bucağı 90 dərəcədir. Bu isə 60 dərəcədirsə, bunun içəridə qalan bucağı da 30 dərəcə olur. Və ABK da düzbucaqlı üçbucaqdır. Burası 90 dərəcə. Və 30 dərəcəli bucağın qarşısına dayanan bu BK kateti hipotenuzun, yəni AK-nın yarısına bərabər olmalıdır. Yəni X 4-ün yarısına bərabər olmalıdır. Doğru cavab A variantı 2 olacaq. Keçirik ikinci suala. Alfa betadan 60 dərəcə az olarsa qammanı tapın deyir. Alfa betadan 60 dərəcə azdır. Uşaqlar, bu bucaq əgər alfadırsa, bu bucaq da alfadır. Göründüyü kimi bərabər yanlı üçbucaqdır bu. Çünki yan tərəflərin bərabər olduğu göstərilib. Alfa, alfa, beta. Demək ki, 2 dənə alfanın üzərinə beta gələndə bu bizə verir 180 dərəcəni. Daha sonra nə deyir? Alfa betadan 60 dərəcə azdır. Betadan 60 dərəcə azdırsa, beta da alfadan 60 dərəcə çoxdur. Yəni, mən betanın yerinə alfa plus 60 yaza bilərəm. O zaman yazıram 2 alfa plus 60 bərabərdir 180 dərəcə. 3 alfa bərabərdir 120 dərəcəyə, alfa da bərabərdir 40 dərəcəyə. Alfanı tapdıq 40 dərəcə. Alfanı 40 dərəcə tapdıqdan sonra betadakı alfadan 60 dərəcə çoxdursa, o zaman betanın dərəcə ölçüsü olacaq nə? Deməli 100 dərəcə. Buraya yazırıq. Beta bərabərdir 100 dərəcə. Beta 100 dərəcədir. Bizdən qammanın dərəcə ölçüsünü soruşur. Deməli, qammanın dərəcə ölçüsü də neçə dərəcə olacaq, baxaq. Baxın, burada belə bir qayda var ki, qammanın söykəndiyi qövs, bu qövsdür. Baxın, bu qövs. Qamma bucaqdırsa, bu qövsün dərəcə ölçüsü də elə qammadır. Betanın söykəndiyi qövs isə, baxın, bu qövsdür. Bu qövsdə betanın söykəndiyi qövs olduğuna görə, beta daxilə çəkilmiş bucaq olduğuna görə 2 beta olur. Və biz bilirik ki, 2 beta ilə qammanın cəmi tam bir çevrəni, yəni 360 dərəcəni əmələ gətirir. Betanın da yerinə 100 dərəcə qoysaq, olacaq 200 plus qamma bərabərdir 360 dərəcə. Buradan da qammanı tapacağıq 160 dərəcə. Doğru cavabımız B variantı. Keçək 3-cü sualımıza. X kvadrat plus 8x plus 4 tənliyinin kökləri x1 və x2 olarsa ifadənin qiymətini hesablayın. Uşaqlar, biz bu tənlikdə bilirik ki, V teoreminə əsasən x1 ilə x2-nin cəmi -8-ə, x1 ilə x2-nin hasili isə 4-ə bərabərdir. O zaman mötərizənin içərisindəkini biraz sadələşdirsək, baxın, x1-in kvadratı plus x2-in kvadratı plus 2x1 x2. Bu nəyi verir bizə? x1 plus x2-nin kvadratı, müxtəsər vurma düsturunu verir. Məxrəci isə x1-in kvadratı x2-nin kvadratıdır. Bunu da x1 vur x2-nin bütöv kvadratı yaza bilərik. Bu ifadə bütöv kökün altındadırsa, kvadratla kök ixtisar gedir. Kökdən çölə x1 plus x2-nin modulu çıxır. Bax, fikir verin, x1 plus x2 -8-dir. -8-in kvadratından kökdən çölə çıxacaq müsbət 8. x1, x2 hasili 4-dür. 4-ün kvadratından kökdən çölə çıxacaq 4. 8-i də 4-ə bölürük. 2, doğru cavab C variantı. 4-cü sual. 2 üstü kök 2 vur kök 8. 2 üstü kök 2-ni kök 8-ə vuranda eləyəcək kök altında 16. Kök altında 16-dan kökdən çölə çıxacaq 4. Olacaq 2 üstü 4. 2 üstü 4-ün də cavabı elə 16 edir. Doğru cavab B variantı. Keçək 5-ci suala. İşin 30% görülüb, neçə hissəsi görülməyib? 30% görülübsə, deməli, onda 3 hissəsi görülüb. Onda 3 hissəsi görülübsə, geriyə qalıb onda 7 hissəsi. 6-cı sual. Torbada en sayda qara, 3 sarı, 5 qırmızı kürə var. Torbadan təsadüfən çıxarılan kürələrin qara və sarı olması hadisəsinin ehtimalı. Uşaqlar, en sayda qara, 3 sarı, 5 qırmızı. Torbadakı ümumi kürələrin sayı n plus 8-dir. Çünki 3 dənə də sarı, 5 dənə qırmızı var. Təsadüfən çıxarılan kürələrin qara nədir? Qara n və sarı olmasının hadisəsi. Və deyirsə, vururuq ümumiyyətlə sarıya, yəni n plus 8-də sarı olması 3-dür. Və bu ehtimal nəyə bərabərdir? 0,5-ə, yəni 2-də 1-ə bərabərdir.
və dediyinə görə arasında vurma qoyduq və ya desəydi toplama qoyardıq. Bu iki ifadəni bir-birinə vuranda, deməli məxrəcdə olur n plus 8-in kvadratı. Bunu da belə açıq şəkildə yazsaq, n plus 8-in kvadratını, n-in kvadratı plus 16n plus 64, n plus 8-in kvadratı. Surətdə də yazırıq 3n. Bu da bərabər olur 2-də 1-ə. Çarpaz vuranda, deməli, n-in kvadratı plus 16n plus 64 bərabərdir 6n-ə. Keçirsək bu tərəfə, n-in kvadratı plus 10n plus 64 bərabərdir 0. Deməli, n-in kvadratı plus 10n plus 64. Burada n-imiz mənfi qiymət alacaq axı. N-imiz mənfi qiymət alacaq. N yox, burada daha doğrusu diskriminantı mənfi alacaq. Yox, uşaqlar, burada məsələ belə olmamalıdır. Çünki bu tipli suallarda, elə mən başda şübhələnmişdim, bu tipli suallarda və yox, və ya qoymalıydılar və ya, yəqin ki, ya burada çapda düşməyib, ya nəsə səhvlik olub. N sayda qara, 3 sarı, 5 qırmızı kürə varsa, ümumi kürələrin sayı n plus 8 olur. Və ya dediyinə görə toplayırıq. Nəyi toplayırıq? Qara və ya sarı. Qara neçədən kürə var? N, sarı neçədən kürə var? 3. N plus 3 bərabərdir, ehtimalımız olur 2-də 1. Çarpaz vursaq, n plus 8 bərabərdir 2n plus 6. Çıxırıq, n də bərabər olur 2-yə. Bəli, çox gözəl. Belə alındı. N-imiz 2 oldu. Bu tipli sualda burada və ya qoymalıydılar. Düzdür, və də qoya bilərlər. Və qoyanda bayaq yazdığım kimi vurma olacaqdı aralarında. Sadəcə indi burada düzgün qurulmayıb, ona görə və ya situasiyasına uyğundur. N-i 2 tapırıq. 7-ci sualda nə deyir? Funksiyası üzərində verilmiş nöqtənin ordinatı 6 olarsa apsisini tapın. Ordinat 6-dırsa demək ki, y-in yerinə 6 qoymalıyıq da. 5x çıxılsın 3 vur 6 bərabərdir 10. 5x bərabərdir. 3-ü 6-ya vururuq. Mənfi 18 sağa keçir. Müsbət 18 olur 28. X da bərabərdir. 28-i 5-ə bölürük. 5. 5,6. Doğru cavabımız 5,6. 8-ci sual. Tərəfləri 3. 2-də 3, 5-də 3 olan paralelipipedin həcmini tapın. Paralelipipedin həcmi V bərabərdir. A vur, B vur, C. Yəni 3 vurulsun 2-də 3, vurulsun 5-də 3 şəklində olacaq. 3, 3, 3, 27. 2-ni 5-ə vururuq 10. 27-ni də 10-a bölürük, olur 2,7. 9-cu sualımız. A və B verilib, B çıxılsın, A-nı soruşur. B 5-in kvadratı, yəni 25. A isə 3-ün kvadratı, yəni 9. 25-dən də 9 çıxırıq, qalır 16. Gəldik 10-cu suala. A bölü 12 düzgün kəsir olarsa A-nın ən böyük qiymətini tapın. Düzgün kəsir olması üçün A-nın ən böyük qiyməti A-nın 11 qiymətində olacaq. Artıq A 12 olsa, 12-də 12 düzgün olmayan kəsir olar. Keçək 11-ci suala. CD, hanı CD? Aha, CD 6 verilib. KM orta xətti. KM 16 verilib. Əgər KM-in uzunluğu 16-dırsa, biz bilməliyik ki, AB nə qədərdir? Çünki orta xətti tapanda, 16-nı tapanda 6 ilə bunu AB-ni toplayıb yarı bölürük. Deməli, yarı böləndə 16 eləyibsə 32 olub AB ilə DC-nin cəmi. AB-nin də uzunluğu olacaq neçə? 26. Ki, AB 26 olsun, DC 6 toplayıb yarı böləndə 16-nı versin. Nə soruşur bizdən? AD bərabərdir BC-yə. AD BC-yə bərabər. Tamam. HB-ni soruşur. Aha. Uşaqlar, HB, bax bu hündürlük çəkiləndə, buradan da elə bil ki, bir dənə hündürlük çəksək. Burada qalan bu məsafə ilə, burada qalan bu məsafə ikisi də eyni məsafədir və tapmaq üçün bu düsturdan istifadə olunur. Oturacaqları bir-birindən çıxıb 2 yerə bölürük. 2 yerə ona görə bölürük ki, burada da həmin məsafə qalıb. Elə bil nəyə görə olur bu? Bu 26-nı mən buradan silirəm. Bura 6-dırsa, axı burada 6 olur. Bütöv 26 idi, düzdürmü? Bura qaldı 6. Bu hissələrin ikisi üçün qalır neçə? 20. O zaman onu bura düşür, onu da bura düşür. O zaman HB-nin uzunluğu da olur 10. Elə doğru cavabımız da olur 10. 11-ci sualımızda. Keçək 12-ci sualımıza. X-i tapın deyir. Uşaqlar 110 və X uyğun bucaqlardır. Ona görə X özü də elə 110 dərəcəyə bərabər olur. 13-cü sualımız nə deyir bizə? MN ilə AC bir-birinə paraleldir. X-i tapın. MN ilə AC paraleldirsə oxşarlıqdan istifadə edirik.
BE-nin BC-yə olan nisbəti 6-nın 6 plus 18-ə, yəni 24-ə olan nisbəti 4-ün x-ə olan nisbətinə bərabərdir. 6 ilə 24-ü ixtisar aparsaq 4 burada 1 olacaq. X bərabərdir 16. Elə doğru cavabımız da olur 13-cü sualda 16. Keçək 14-cü suala. Alfanın cavabını soruşur bizdən. Aha, demək nə edirik? Bərabər yanlı üçbucaqdır. Buradan çəkilən xətt mediandır. Aha, belə bir qənaətə gəlirik. Bərabər yanlı üçbucaqda bu çəkilən xətt mediandırsa, o zaman həm hündürlük, həm də tənböləndir. Tənbölən olduğu qənaətinə gəliriksə, bura 55 dərəcədirsə, avtomatik burada 55 dərəcədir. 55, 55, 110. Alfanı da tapanda 180-dən 110 çıxırıq. Alfa da bərabər olur 70 dərəcəyə. Gəldik 15-ci suala. 30 və 36-nın əbobu soruşulur. 30, 36. 36. 30 və 36-nın ortaq böləni nədir? Deməli, məsələn, o ikisinin də ortaq böləni 6 ağlımıza gəlsə, 30-u 6-ya böləndə 5, 36-nı 6-ya böləndə 6. 5 və 6-nın ortaq böləni yoxdur. Elə demək, əbobumuz 6 imiş. 30 və 36-nın əbobu. 16-cı sualda A7, 3, B, A3 nöqtələri OY oxuna nəzərən simmetrik olarsa, uşaqlar, əgər 2 nöqtə OY oxuna nəzərən simmetrikdirsə, onların x-ları sabit qalır. Daha doğrusu y-ləri sabit qalır, x-ları dəyişir. Gördüyünüz kimi 3, 3 sabitdir. X-ları dəyişir. Bu 7-dirsə, deməli A-mızın yerində -7 olmalıdır. Doğru cavabımız 16-cı sualda -7. 17-ci suala gələk. A ilə B-nin birləşməsindəki element sayı. Bu iki çoxluğu birləşdirsək, elementlər olar 5, 6, 7, 8 və 9. Yəni 5 dənə elementimiz olacaq. Tənliyini həll edin. Tənliyi Viet teoremi ilə həll edə bilərik yəqin ki, x1 ilə x2-nin cəmi 6, x1 ilə x2-nin hasili isə -27 olmalıdır. Bu da bizə verəcək -3 ilə 9-u, kökləri olacaq -3 və 9, 18-ci sualda. 19. Tənliklər sistemindən y kvadratını tapın. Uşaqlar, x kvadrat plus 2xy plus 4y kvadrat. Mən bu ifadəni belə yazsam, x kvadrat üstə gəl 2xy üstə gəl y kvadrat əlavə olaraq plus 3y kvadrat bərabərdir 21. Baxın, bu özü bir düsturdur. Nədir düstur? X plus y-in mötərizə kənarı kvadratı plus 3y kvadrat bərabərdir 21. Bu cəmin yerinə 3 yazsam, 3-ün kvadratı 9. O zaman 3y kvadratı tapmaqdan ötürü 21-dən çıxmalıyam 9-u. 21-dən də 9 çıxıram, qalır 12. Buradan y kvadratı bərabər olur 4-ə. Elə məndən də y kvadratının qiymətini soruşurdu deyə y kvadratı olacaq 4. Gələk 20-ci suala. Adi bir bərabərsizlikdə həll eləmək tələb olunur. -x qalır yerində, kiçik bərabərdir. 6 keçir 3-ün yanına. 3-dən 6 çıxırıq. -3. Mənfiyə böləcəyimə görə bərabərsizliyimizin işarəsini dəyişirəm. Olur -3. X böyük bərabərdir 3. Yəni cavabımız olur 3. Müsbət sonsuzluq. 3-ün özünü də götürürük çünki daxildir. 21. N-in neçə natural qiymətində tam qiymət alır? Uşaqlar, bu tipli ifadəni hissə surəti məxrəcə bölməklə yazırıq. N-i N-ə bölürük. Plus 8-ə N-ə bölürük. N-i N-ə böləndə 1 alınır. 1 plus 8 bölünsün N. N-in neçə natural qiymətinə tam qiymət alar? N-in yerinə natural ədədləri qoyanda bu ifadənin tam qiymət alması üçün N-in yerinə 8-in bölənlərini qoya bilərik. 1, 2, 4 və 8. Yəni N-in 21-ci sualda 4 dənə qiymətində doğrudur bu ifadə. Gəldi 22-ci sual. Cəm verilib və hasil verilib, kublar cəmi soruşulur. Bu A kubu plus B kubunun bir açılış düsturu var. A plus B'nin kubu minus 3AB vurulsun A plus B. Müxtəsər vurma düsturlarının arasından. A plus B'nin kubu olur 2'nin kubu minus 3 vurulsun 0,6 vurulsun 2. Yerinə qoyuruq sadəcə. 8 çıxılsın. 3'ü 2'yə vururam 6. 6'nı 0,6'ya vururam. 3,6. 8-dən də 3,6 çıxırıq, cavabı alırıq 4,4. Gəldi 23-cü suala. Uzunluğu 200, 250, 350 olan taxta parçaları bərabər hissələrə bölünür. Hər kəsimə 10 saniyə vaxt gedirsə, ümumi nə qədər vaxt sərf olunur? Deməli, hər kəsimə 10 saniyə vaxt gedirsə, ümumi nə qədər vaxt sərf olunur? Bərabər hissələrə bölünürsə 200, 250, 350 uşaqlar. Biz bunların tapırıq əkobunu. 200, 250 və 350-nin əkobu yəqin ki olacaq 50.
200-ü 50 santimetrlik hissələrə 50, yəni belə vahid yazılmayıb, amma 50 hissələrə ayırsaq 4 hissəyə ayıracağıq. 250-ni ayırsaq 5 hissəyə ayıracağıq. 350-ni ayırsaq 50 hissələrə 7 hissəyə ayıracağıq. 4 plus 5 plus 7. Ümumilikdə 16 hissəyə ayıracağıq. 16 hissə. Hərəsini ayrı-ayrı. Və hər hissəyə ayırmaq üçün, daha doğrusu hər kəsimə 10 saniyə vaxt sərf olunacaq. Hər kəsimə 10 saniyə vaxt sərf olunacaqsa və 16 kəsim eləyəcəyiksə, 16-nı da vuracağıq ona, doğru cavabımızı alacağıq 160. 24-cü sual. A çıxılsın modula bərabərdir 0, AB kub 0-dan kiçik olarsa aşağıdakılardan hansı doğrudur? Aşağıdakılardan hansı doğrudur deyir, lakin aşağıdakılardan nəyimiz var bizim yoxdur, özümüz yazmağa çalışaq. A-dan modula çıxanda 0 eləyirsə, onda belə çıxır ki, burada A modul A-ya bərabərdir. A modul A-ya bərabərdirsə, onda belə çıxır ki, A müsbət bir ədəddir. Müsbət. Yəni, belə yazaq da bunu. A böyükdür 0-dan. Nəyə görə bu qənaətə gəlirik? Çünki A mənfi ədəd olsa, burada mənfi yazarıq və moduldan mənfi çıxmış olar. Moduldan əgər ifadənin özü çıxıbsa, demək ki, həmin ədəd müsbətdir. A-nın müsbətdirsə, bu ifadə mənfi ədəd eləməlidirsə, deməli B özü mənfidir. B mənfi. A müsbət, B mənfi. Əgər işarə cəhətdən soruşursa, variantları bilmədiyimə görə cavab olaraq A və bəli. A böyükdür 0, B kiçikdir 0 şəklində olmalıdır 24-cü sualda. 25-ci sual və son sualımıza baxırıq. Nə deyir? 2 aylıq mouse, notebook, scanner və printer satışının sayı göstərilib. Yanvar ayında satılan mouse, notebook sayı, yanvarda satılan mouse və notebook. Deməli, mouse, notebook. Bu yanvardır. Deməli, yanvarda satılan mouse 20-dir. Notebook isə, yox, daha doğrusu yanvarda satılan mouse 10-dur. Notebook isə 20-dir. 10 və 20. Yanvarda satılan mouse və notebook sayı 30 oldu. Fevralda satılan scanner və printer sayının neçə faizini? Fevralda satılan. Deməli, scanner və printer. Scanner fevralda satılan 40 ilə 70-in arasıdır. Deməli, 30 dənə satılıb. 40 ilə 70-in arasıdır çünki. Printerdəki 20 ilə bu gəlir əslində nəyin üstünə dayanır? Tam ortaya dayanır. 50-yə mi dayanır? 40-a mı dayanır? Yəqin ki, 40-a dayanar bu. 40 olaraq düşünək. 20 ilə 40-ın bu şəkildə əslində tam düzgün çəkilməli idi. 20 ilə 40 olduğunu düşünsək, nə eləyəcək bu? 20 ilə 40 olduğunu düşünsək, eləyəcək 20 dənə. 20 dənə printer satılıb, 30 dənə də nə satılıb? Scanner satılıb. Deməli, 50 dənə printer və scanner satılıb 50 fevralda və deyir ki, neçə faizini təşkil edir? 30-50-nin neçə faizini təşkil edir? 30-50-nin uşaqlar 5-də 3 hissəsini, 5-də 3-ü də faizə çevirəndə bu da 60 faizi verir. 60 faiz. Amma indi baxın, burada yenə də deyirəm uyğunsuzluq var. Əgər bu printer gəlib düşsə, burada 50-nin üstünə düşdüyünü nəzərə alsaq, 50-nin 50 ilə 20-nin arası olar 30. O zaman bura 30, burada 30, 60 olar. 30 da 60-ın yarısını, yəni 50 faizini təşkil edir. İndi şəkildə bilmirəm. Bu, əgər 40-a düşürsə 60 faiz olacaq cavab, 50-yə düşürsə 50 faiz olacaq cavab. Belə, bu da oldu bizim sonuncu sualımız.